Salam, əziz Mətiş Kafe izləyiciləri, müştərilərim, TikTok izləyicilərim. Necəsiniz? Mən çoxdan idi ki, Mətiş Kafeyə hücuma meyilli bir dənə ofisiant axtarırdım. Tapırdım ki, nəysə, uzun sürən transfer çalışmalarından sonra şəhərin ən qaynar, vulqar yerində karyerasına 20 yanvardakı Piraşkixanadan başlayan ibişi görüş kafesindən 120 manat 75 qəpiyə transfer elədik. İndi mən sizi ondan tanış eləyəcəm, görək o nə deyəcək. Buyur İbiş, söz sənindir. Adım İbişdir. Bakıda və Bakıdan kənarda bir çox kafenin şərəfini qorumuşam. Özüm yaxşı bilirəm nə var nə yox. Mən, kimi söhbətləri xoşlamıram. Özüm lazım olanda yaxınlaşıb stolda silləm. Çay da verirəm. Bir çaynik çay deyib, yarım saatdan artıq oturan müştəri gözümün düşmənidir. 8 saat oturub bir çaynik çay içib, şərəfimizi, ləyaqətimizi alçatmayaq. Hörmət qoy, hörmət gör. Davay dağılışa bilərsiniz.